İndi mən danışacağım sizə fasilitator müəllimin özündə formalaşdırdığı bacarıqlardan. 4 bacarığı var. Fasilitator müəllimin özündə hansı bacarıqları formalaşdırmalıdır? 4 bacarıq. 1. Müşahidə etmək. 2. Dinləmə bacarığı. 3. Anındaca müdaxilə bacarığı. 4. Planlaşma və hazırlıq. İndi mən bunların hamısı haqqında sizə ayrı-ayrıca məlumat verəcəm. Bax, nədir müşahidə bacarığı? Müşahidə bacarığı odur ki, müəllimlər, yəni biz müəllim olaraq şagirdlərimizi daim müşahidə edəcəyik. Tək sual-cavab prosesində yox. Ümumiyyətlə onun davranışını, bir-birinə olan münasibətini hər bir yerdə izləyəcəyik. Necə öyrənir, tapşırığı necə yerinə yetirir, nəyi necə həll edir. Yəni bəlkə elə tapşırıq vermirsən, yanındakı yoldaşından götürdür. Bunların hamısını müəllim müşahidə etməlidir. Və eləcə də ikinci bacarıq dinləmə bacarığıdır. Burada yalnız müəllim şagirdi sual verən zaman dinləməyəcək. Ümumiyyətlə, müəllim hər zaman şagirdini dinləməlidir. Yəni onları həm sual-cavab prosesində dinləyəcək, qrup işində dinləyəcək. Hətta, əziz müəllimlər, fasilitator müəllim, deyək ki, məsələn, kənardan şagirdini müşahidə edir. Lap deyək tənəffüsdür, bir qrup şagird yığışıb bir yerdə danışırlar. Və biz fasilitator müəllim olaraq onları kənardan müşahidə edəcəyik və onlara hiss etdirmədən onları dinləyəcəyik. Nəyi danışırlar, nəyi necə müzakirə, kim necə münasibət bildirir, kimin yanaşma tərzi necədir? Yəni onların nə danışdıqlarını biz dinləyəcəyik. Yəni bunu biz şagirdlərə hiss etdirmədən etməliyik. Bax, bu müəllimin dinləmək bacarığıdır. Bəzən müəllim çıxardı uşağı danışmağa. Yəni burada ya özü telefonla danışacaq, ya başı nəyəsə jurnal yazmağa qarışacaq, şagirdi dinləmir. Biz o fasilitatorluqdan danışmır, o fasilitatorluq deyil. Yəni əgər müəllim tək sual-cavab prosesində də biz onları dinləməyəcəyik. Daima, həmişə dinləyəcəyik. Həmişə şagirdlərimizi müşahidə edəcəyik və onları dinləyəcəyik. Üçüncü hansı bacarıqdır? Anındaca müdaxilə etmək. Yəni biz burada fasilitator müəllim olaraq şagirdin çətinlik çəkdiyi məqamda həmin an ona müdaxilə etməliyik. Onun fəaliyyətini düzgün yönəltmək üçün, ona effektiv rəy vermək üçün. Çünki anındaca biz rəy verməsək əgər şagirdə, gecikmiş rəyin şagird üçün heç bir effekti olmayacaq. Bəzən baxırsan, şagird hansısa bir səhvi eləyir və yaxud da ki, necəsə olur müəllim ona rəy vermir. Sabahı gün və yaxud ondan sonraki gün deyir ki, sən filan gündə orada da o tapşırıqda filan şeyi səhv yazmışdın və yaxud filan mövzunu səhv izah vermişdin. Uşaq qalır belə, fikirləşir, görəsən müəllim hansı səhvimlə deyir, yadına düşmür axı. Çünki vaxtında verilməyibdir. Mən bunu konstruktiv rəy bölməsində qiymətləndirmədə də danışacağıq, əziz müəllimlər. Qiymətləndirmə bölməsində bunu daha geniş danışacağım sizə. Ümumiyyətlə rəy iki cür olur. Konstruktiv, dekonstruktiv rəy olur. Konstruktiv odur ki, şagirdi irəli aparan, keçmişə yönləndirən rəydir. Şagirdi daima istiqamətləndirən bir rəydir. Səhvində deyəcəksən, düzündə deyəcəksən, ona deyək ki, səhvini düzə çevirmək üçün yol istiqamət göstərəcəksən. Və biz fasilitator müəllim olaraq şagirdlərimizi dinləyəcəyik, müşahidə edəcəyik, ona çətinlik çəkdiyi bir məqamda anındaca müdaxilə edib o nöqsanlarını düzəldəcəyik, onu istiqamətləndirəcəyik. Bax, bu anındaca müdaxilə etmə bacarığıdır. Və bir də sonuncu nəyi danışacağım sizə, əzizlərim? Planlaşma və hazırlıq. Ümumiyyətlə, bu planlaşma elə bir məqamdır ki, müəllimlər. Nəinki tək müəllimə lazım deyil ki, adi evdar xanıma da, adi bəyannaya da, adi nə bilim fəhliyə də bu, deyək ki, bu planlaşma lazımdır. Çünki planla görülmüş işin effektivliyi yüksək olur. Əgər biz müəllim olaraq, məsələn, planlaşmasız sinifə giririksə, bugün planlaşdırmırıq, nə keçəcəm, neyniyəcəm? Bax, bu, həm də burada kurikulumun prinsiplərindən nəticə yönümlülüyün adını çəkəcəyik burada. Nəticə yönümlülük pozulmuş olur. Yəni, deyək ki, hansısa bir rəhbərlik girib oturub dərsdə, müəllim hələ baxır sağa, baxır sola, görün bugün nə keçəcəm, hansı sualı verəcəm, hansı tapşırığı işlədəcəm şagirdlərə, hansı mövzunu, hansı təlim nəticəsini reallaşdıracam, hansı standartı götürmüşəm, hələ bilmir müəllim.
Yəni biz əgər istəyiriksə, dərsimiz məsələn bax illik və gündəlik planlaşmada da dedim mən onu sizə müəllimlər. Niyə biz o planlaşmanı tuturuq? Müəllimin auditoriya qarşısında həyəcanını azaldır, deyək ki, dərsin effektliyini artırır, öyrənməni yüksəldir, vaxt itkisinin qarşısını alır, müəllimin işinin deyək ki, yüksək səviyyədə olmasını təmin edir. Yəni çox şey deyə bilərik. Və eləcə də dərsimiz axıcı olacaq, sistemli olacaq, səmərəli olacaq. Yəni buna əgər bir müəllim olaraq istəyiriksə ki, dərsimiz axıcı olsun, sistemli olsun, planlı formada olsun, daha məqsədli şəkildə şagird öyrənsin, daha səmərəli olsun, biz dərsimizi planlayacağıq. Bax buna da deyirlər müəllimin fasilitator bacarığında planlaşma və hazırlıq. Yəni planlaşma tutmalıdır və müəllim, fasilitator müəllim olaraq ona hazırlaşmalıdır, əziz müəllimlər. Bax bu oldu müəllimin fasilitasiya bacarığı. Belə əziz müəllimlər, deməli bugünlük fasilitator bacarığı haqqında bu qədər. İndi bunları bilmirəm, indi izahlarım sizə aydın oldu, olmadı. Ümidvaram ki, izahlarımdan nə isə başa düşdünüz. Amma indi sınaqlar göndərəcəm qrupa. Həmin sınaqlar üzərində gəlin fasilitatorda işləyək. Tək-tək variantları tək-tək təhlil eləyək, müzakirə eləyək. Sınaqlar üzərində daha yaxşı anlayacaqsınız.